Uşaqlar, baxırıq 29-cu suala. Verilib ki, düz xəttin bucaq əmsalını tapın. Ümumiyyətlə, xətti funksiyanı yenə yadımıza salaq. Y bərabərdir kx plus b şəklində verilən ifadə xətti funksiyadır. Və x-in əmsalı k düz xəttin bucaq əmsalı adlanır. Yəni, biz bu verilən ifadəni y bərabərdir kx plus b şəklinə gətirib x-in əmsalı olan bucaq əmsalını tapa bilərik. Yazıram 4x plus 5y minus 20 bərabərdir 0. Və məqsəd nədir? Xətti funksiyanı almaq. Yəni, y-i saxlamalıyam. 5y bərabərdir. Digərlərini keçirdək o tərəfə. Mənfi 4x plus 20. Və buradan y-in tək qalması üçün hər tərəf 5-ə bölünməlidir. Düzdürmü? Buradan nə alacam? Bərabərdir. Mənfi 4x bölü 5 plus 20 də 5-ə böləndə 4. Bu x ilə, baxın, burada deməkdir də, çünki surətə aiddir. Bizim x-in əmsalı nə olur? Mənfi 5-də 4. Həm də bu bizdə nədir? K. Düz xəttin bucaq əmsalı. Mənfi 5-də 4 və ya mənfi 0,8. Bu qaydada verib, bəli, Y bəndi.